Mənim avtomobilimdə dartınma var, yaxınlaşıram. Burada usta pis eləmirik qətiyyən, çünki bizim də səhvlərimiz var. Yaxınlaşdı avtomobil ustanın yanına. Usta sual verir. Nədir avtomobildə problem? Dartınma var. Diaqnostika eləyirlər. Diaqnostika zamanı avtomobildə 6 aşıbqa varsa, 6-sını da düzəldirlər. Dartınmanın ona adiyyəti yox idi. Misal, vozxamir aşıbqa verir. Dəyişək, katalizatorun daçıq aşıbqa verir. Dəyişək, silindirlərdə oynama var. Dəyişək, hamısını sıfırlayırlar. Burada mən elə çalışmıram şəxsən. Aşıbqalara bir o qədər də önəm vermirəm. Diaqnostika eləyirəm. Avtomobil olub diaqnostika eləmişik, 25 dənə aşıbqa verib. Bu o demək deyil ki, mən onun 25-ini də sürücüyə düzəltdirməliyəm. Xeyr, biz orada artıq praktikadan irəli gələn praktikamızı, öz savadımızı irəliyə apararaq, diaqnostikadan, yəni üstələyərək. Düşünürük ki, sürücünün dediyi bu problem nədən ola bilər? 25 dənə aşıbqa var. Yox, bu aşıbqa var, amma dartınma verə bilməz. Bu aşıbqa da var, bu da verə bilməz. Bu da verə bilməz. Orada bir və yaxud da 2 aşıbqaya nəzər yetiririk ki, dartınmanı verə bilər və onun üzərində çalışırıq və avtomobil düzəlir. Məsələ o deyil, 25 dənə aşıbqanın 25-ində mən sürücüyə düzəltdirim. Xeyr, məntiq düzgün deyil. Yanaşma. Avtomobili bizə nə lazımdır? Nəticə. Sürücüyə də o lazımdır. Avtomobil düzəlsin. Sürücüyə lazım deyil. Onun avtomobilində 25 dənə aşıbqa var və yaxud da ki, yoxdur. Mənim avtomobilim tam saz vəziyyətdə işləsin. Elə bir aşıbqalar var ki, şəxsən mənim bugün günümdə idarə etdiyim Range Rover markalı avtomobilin katalizatorunun sol birinci daçıq aşıbqa verir və bu məni heç narahat eləmir. Avtomobilimdə də heç bir problem yoxdur.